Gülzar Azərbaycan Space televiziyasının efirindədir. Studiyada Elvin Vasqallıdır. Bugün İşgüzar Azərbaycanda çox maraqlı və vacib bir müsahibə izləyəcəksiniz. Bütün valideynlərin diqqəti İşgüzar Azərbaycanda olsun. Beynəlxalq olimpiyadalar və bu olimpiyadalar nə dərəcədə orijinaldır, effektivdir və şagirdlərə nə vəd edir. Bildiyimiz kimi son bir neçə gün ərzində Dubayda keçirilən FISO olimpiyadası ilə bağlı bir qalmaqal yaşanır və biz həmin o qalmaqala aydınlıq gətirməsi üçün İşgüzar Azərbaycanın bugünkü buraxılışına studiyamıza Qlobal Olimpik Center'ın direktoru Xəyal İbrahimzadəni dəvət etmişik. Xəyal müəllim, xoş gördük. Xoş gördük Elvin bəy, təşəkkür edir dəvətinizə görə. Xəyal müəllim, bildiyimiz kimi hələ gələn ay inşallah Azərbaycanda beynəlxalq bir olimpiyada keçiriləcək, elə bu haqda da danışacağıq. Fürsətdən istifadə edib bir anons etdim ki, bu məsələyə toxunacağıq. Amma son günlər Dubayda keçirilən FISO olimpiyadasında ancaq Azərbaycanlılar iştirak edib və yaxud hər məktəbliyə görə 5000 manat vəsait alınıb. Xahiş edirəm, bu ittihamlara, bu suallara cavab verərdiniz. Bəlkə Elvin bəy, dünyada bilirsiniz ki, müasir dünyada beynəlləşmə getdiyinə görə hal-hazırda olimpiyadalar çox böyük fürsət alıb və böyük əhəmiyyət kəsb edir və şagirdlər fənn olimpiyadalarına qoşularaq öz potensiallarını üzəyə çıxarırlar və bunlar eyni zamanda məqsəd yönlülük yaradır, onlarda böyük inkişaf yaradır, analitik düşüncə yaradır, eyni zamanda həm də fərqlilik yaradır. Və şagirdlərimiz müxtəlif növ beynəlxalq olimpiyada və yarışmalarda ölkəmizi təmsil edirlər. Bilirsiniz ki, bir zamana qədər biz Qlobal Olimpik Center yaranmamışdan öncə Azərbaycanın şagirdlər ancaq Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən keçirilən, daha doğrusu rəsmi nümayəndəsi olduğu və onlar tərəfindən aparılan International Matematik Olimpiyat, fizika, riyaziyyat, informatika bu kimlərə gedirdilər və bundan əlavə isə bir alternativlər yox idi ölkəmizdə. Və biz belə qərara gəldik ki, bilirsiniz ki, dünyada hal-hazırda təqribən 180-220-yə qədər beynəlxalq olimpiyada və yarışmalar var və bunların da hərəsinin bir təsnifatı var. Belə ki, ən çox tanınan və qədim tarixə malik olan olimpiyadalar var ki, bunları hal-hazırda Azərbaycan Respublika Fənn Olimpiyadasının iştirakçıları ora qoşulur, milli komanda şəklində 5 və 6 nəfərli komandalarla ölkəmizi təmsil etməyə gedirlər. Və onlar gedir Azərbaycan təmsil edir və bayrağını ucaya qaldırmaq üçün öz bilik mübarizələrini aparırlar. Və eyni zamanda regional olimpiyadalar, özəl müəssisələr, fondlar, qeyri-hökumət təşkilatları tərəfindən yaradılan olimpiyadalar və öz ölkəsinin milli olimpiyadaları olub da İndi artıq beynəlxalq statusu alanlar var. Belə ki, birinciliyi haqqında mən artıq informasiya verdim. Bu dövlətlərin təhsil qurumları eyni zamanda işi ancaq olimpiyadaların qeydiyyat və təşkilat mərkəzi olan eyni zamanda yarışmaları, müsabiqələr ancaq onlar götürə bilir ki, məsələn, buna nümunə olaraq biz International Economics Olimpiyada çəkə bilər ki, bu finalı Bakıdadır, bayaq anonsunda verdiniz və həmin ölkələrin 40-a yaxın ölkə gəlir ki, demək olar ki, çoxu öz dövlət təhsil qurumlarının rəhbərləri gəlir, təhsil nazir müavinləri gəlir, beynəlxalq professorlar gəlir, adətən akademik gücü daha çoxdur və daha çox professor heyətindən müəyyən olur. İkinci regional olanlarda isə artıq Timodur, Kopernikdir, Balkan Olimpiyadasıdır və digər bu formada gedir. FISO beynəlxalq yarışması da şagirdlərin bilik və bacarıqlarını üzə çıxartmaq üçün hesablanmış, hazırlanmış və onların bir-biri ilə tələbə mübadiləsi, mədəniyyət mübadiləsi olunması üçün bir beynəlxalq yarışmadır. Bu beynəlxalq yarışma 2021-ci ildən keçirilir və ölkələr arasında artıq böyük bir fürsət almağa başlayır. Kiçik bir statistika gətirmək istəyirəm valideynlərə. Dünyanın ən məşhur riyaziyyat olimpiyadası olan International Matematik Olimpiyat 1956-cı ilə səhv eləmirəmsə ilk dəfə 6 ölkə ilə keçirilmişdi. Cəmi 6 ölkə qatılmışdı. Yavaş-yavaş fürsət aldı və ölkələrin sayı artdı. Artıq FISO-nun bu illəri 2021-də yaranmışsa artıq 5-ci ilinə qədəm qoyur və 5-ci ildə artıq 2-ci il beynəlxalq qlobal mərhələsi keçirilir. Qlobal mərhələsində bu illəri 16 ölkə gəlib iştirak elədi. Bu 16 ölkə Azərbaycanla yanaşı Özbəkistan, Qırğızistan, Tacikistan, Vyetnam, Çin, Malayziya, Filippin, Kenya, Mozambik, Türkiyə, Rusiya, Bolqarıstan kimi ölkələr gəlib burada iştirak etdilər. Kimlər ki istəməyəcəklər, yəni Dubayı seçməyənlər eyni zamanda Koreyadakı olan finala da qoşula bilərlər. Yəni ikisi də eyni statusa daşıyır. Logistik olaraq kimə hansı ölkə daha yaxın və daha uyğunsa ora keçir. Bu dəfə də Azərbaycan komandası da Dubayda olan finalı biz seçdik və şagirdlərimiz bura getmək üçün müəyyən qədər ödəniş ödədilər. Bir şeyi valideynlərin diqqətinə çatdırmaq istəyirəm. Bütün beynəlxalq olimpiyadalar, yarışmalar ödənişli hesablarına keçilir. Sadəcə onların gözündən qaçan bir məqam var. Təhsil İnstitutu tərəfindən təşkil olunan olimpiyadaları şagirdlərin ödənişsiz getmək məsələsi, bunu dövlətimiz qarşılayır onların məvacibini. Yəni, onlar bir iştirak haqqı ödəyirlər qarşı tərəfə və onların təyyarə pulu var, oradakı qalma xərcləri var. Bunu dövlətimiz qarşılayır. Və bu gedən şagirdlərin sayı müəyyən qədərdir. Biz
o kiçik sayılı komanda şəklində olan olimpiadalardan daha böyük, daha çox şagirdin qatıla biləcəyi, potensialını ortaya çıxara biləcəyi tədbirlər həyata keçirmək iqtidarındayıq və bunu təşkil eləmək istəyirik. Bu da kütləviliyi yaratmağa və eyni zamanda Azərbaycanın şagirdlərini beynəlxalq arenada təhsil ölkəmiz kimi onun təbliğatına yarıb. Düşünün, biz keçən illər Amerikada olanda 40-dan çox ölkə var idi və Azərbaycan bayrağını gördü və hər şagirdimiz orada qalib gələndə, ən yüksək nəticə göstərəndə hamısı Azərbaycandan danışırdı. Bəli. Andorrada danışırdı, Braziliyada danışırdı, Kenyada danışırdı, İngiltərədə Azərbaycandan danışırdı. Bu artıq Azərbaycanlı şairin təbliğ olunması idi. Bunlar müxtəlif məktəb rəhbərlikləri, universitetlərlə təmsil olundu və s. və s. Və mən ödəniş məsələsindən danışırdım. Belə ki, dövlətimiz tərəfindən qarşılanan ödəniş məsələsi haqqında olimpiadalar bildiniz. Təhsil tərəfindən keçirilir, o dövlətimiz qarşılayır və digərləri var ki, bunu valideyn öz övladına investisiya eləyir, yatırım eləyir öz övladına və valideyn bura nəyə ödəyir, nəyin pulunu ödəyir? Övladının aviabiletini ödəyir, gediş-gəliş pulunu ödəyir, qalmaq pulunu ödəyir, yeməyinin, içməyinin pulunu ödəyir. Getdiyimiz yerdə bir mədəniyyət, həm də eyni zamanda deyir, mədəniyyət burada var. Biz oranı getdiyimiz adət-ənənələrinə baxmalıyıq, onların yerlərinə getməliyik. Qısa bir nümunə. International Economics Olimpiad Bakıda keçiriləcək. Mən Azərbaycanın ən gözəl yerlərini salmışam ki, bütün ölkələr orada gəzsinlər. Təşkilat Komitəsinin rəhbəriyəm. Qız Qalasına da gedəcək. Atəşgaha da gedəcək. Yeni Suraxanıda olan o gəmi muzeyinə də aparacağıq. Tankerlərdən göstərəcəyik. Şirvanşahların tarixini danışacağıq ona eyni zamanda. Qız Qalasından danışacağıq. Bəli, bu bir dənə şagird əgər istəməsi məsələsi deyil. Biz onları öz mədəniyyətimizi tanış edəcəyik. Eləcə getdiyimiz yerdə gərək ora gəzək, görək. Belə deyək də, atalardan bir misal var. Çox oxumaqdansa bir gəzmə, görmək də yaxşıdır da. Və bu məsələyə uyğun olar, onlar gəzib və görməlidirlər. Bunun transfer xərcləri var, bunun təşkilati xərcləri var. Gəlin onda tam dəqiqləşdirək, aydınlaşdıraq. Məsələn, valideyn bildirib ki, 5000 manat. 5000 manat mı ödənilir? Bir şagirdə yoxsa 2 nəfərə? Yox, 2 nəfərə ödəyib valideyn. Belə ki, beynəlxalq yarışmalarda belə bir qaydalar var. Hər kəs müəyyən iştirak haqqı ödəyirlər. Hər yarışma üçün bu fərqli-fərqlidir. Çünki onların yarışmaya və beynəlxalq olimpiyaya yanaşma formaları fərqlidir. Bu iddia edən valideyn özünə və övladına görə 2 nəfər üçün ödəniş ödəyib. Belə ki, özünə görə $1600, övladına görə isə gümüş mükafat qazandığı üçün, bunu da qeyd edeyim, ölkə mərhələsində qazandığı üçün hökmən ölkə mərhələsini keçmək lazımdır. Orada nailiyyət əldə etmək lazımdır və o nailiyyət əsasında beynəlxalq mərhələyə vəsələ qazanır. Bu nailiyyət də qızıl, gümüş, bürünc. Bəli, ancaq qızıl və gümüşdə gedir. Digər yer qazanan bürünc yox? Bürünc də gedir. Qızıl, gümüş, bürünclər gedir. Və beləliklə, həmin valideyn uşağı ölkə mərhələsində science-dan, yəni elm fəndindən keçirilmişdi, mükafatlandırma mərasimi olmuşdu, möhtəşəm formada ölkə mərhələsində yer tutmuşdu və may ayının 13-ünə müqavilə imzalamışdı. Müqaviləyə qol çəkir. Bütün şərtlər orada var. Həmin müqaviləyə qol çəkməklə qəbul etmiş ki, mən bunu qarşılayıram. Bu öncədən verilmiş bir informasiya və bütün valideynlər bilir ki, biz hər bir mükafatlama mərasimindən sonra valideynlərlə görüş keçiririk, Zoom platformasında bütün informasiyaları veririk, broşuru atırıq, nəyə var, nə yox, nə olacaq, nə olmayacaq, bütün məlumatlarını veririk. Və eyni zamanda bu tədbir oldu. Valideyn bizə $3250 ödəyib və $1650 özünə görə, $1650 şagirdə görə, $1600 da özünə görə qəyyum kimi. 2 nəfərə görə. Bu 2 nəfər üçün ayrı-ayrı aviabilet və s. və s. və s. Xəyal mən. İndi gəlin əsas ittihama keçək. Çünki biz efirimizi istəyirik, bütün valideynlər xəbərdar olsun. Siz bugün mətbuat konferansında keçirdirsiniz və öyrənmək istərdim. Valideyn bildirir ki, Azərbaycandan başqa heç bir iştirakçı yox idi. O FISO Beynəlxalq Olimpiyadasında, Dubayda başqa hansı ölkələrin iştirakçıları var idimi? Əlbəttə var idi. Sadəcə olaraq valideynimiz yəni ki, diqqət eləməyib. Biz fotofaktlar var, fotosübutlar var, video sübutlar var. Belə ki, orada Qazaxıstan, Qırğızistan, Çin, Kenya, Laos, Mozambik, Filippin, Türkiyə, Rusiya, Bolqarıstan. Yəni bu artıq belə deyək də, bu sayılırsa sayıram. 16 dənə ölkə iştirak eləmişdi. Yəni kifayət eləyir. Regionaldır da. Təbii ki, 16 ölkə kifayət edir ki, buna beynəlxalq status verilsin. Ümumən beynəlxalq bir tədbir haqqında olan belədir ki, əgər bir tədbir Azərbaycanın sərhədləri daxilindən öz ölkəsinin sərhədi olan başqa dövlət orada iştirak edirsə, bu 1-dirsə, 2-dirsə, bu artıq beynəlxalq bir tədbir sayılır. Burada 2 nəfər də iştirak eləsə beynəlxalqdır, 3 nəfər iştirak eləsə beynəlxalqdır. Valideynin iddia elədiyi bu, belə deyək də, dırnaq içində fake adlandırdığı, yəni saxta adlandırdığı informasiya qətiyyətlə yanlışdır, tamamilə yanlış informasiyadır. Belə ki, neçə illərdə keçirilir, hər ölkənin seçim mərhələsi baş verib,
daxil olurlar həmin olimpiyadanın, beynəlxalq yarışmanın saytına. Həmin sayt daxil olanda orada bütün şeylər göstərilir. Keçən illərin qalibi kim olub, hansı ölkələr iştirak edib. Bir dənə ən az elə resultat bölməsinə girəndə görürük ki, Azərbaycan var, Vyetnam var, Laosdan var, Rusiyadan, orada Türkiyə. Yəni artıq kifayət eləyir ki, beynəlxalq yarışma burada qətiyyən saxtalıqdır. Bir valideyn kimi məni də narahat edən məsələdir. Daha doğrusu maraqlandıran, narahat deyiləm, amma maraqlıdır mənə. Çünki mənim övladlarım da bu beynəlxalq olimpiadalarda iştirak edirlər, hələ ki yerli mərhələdə. Soruşmaq istəyirəm, bu FISO hansı ki Dubayda keçirildi. Ora Azərbaycandan nə qədər şagird aparıldı? Ümumilikdə gedən komandamızın sayı valideyn qarşı 146 nəfər olub. Uşaqların sayı? Uşaqların sayı təqribən ya 110 ya 100 üzəri idi. Yəni 100-ün üzəri. Bəli, 100-ün üzəri idi. Aha. Və valideynlərə, müəllimlərə, sırf beynəlxalq olimpiadalara hazırlaşan valideynlərə son olaraq sözünüz, fikriniz? Son olaraq sözüm budur ki, dəyərli valideynlər, əziz bizim istedadlı balaların valideynləri, istedadlı şagirdləri tapıb çıxartmaq bizim əsas borcumuzdur. Və biz Beynəlxalq Qlobal Olimpiya Sentr olaraq müxtəlif fən yarışmalarını, müsabiqələrini Azərbaycana gətirməkdə ilk başlıca məqsədimiz sizin övladlarınıza inam və ümid qazandırmaqdır. Ən başlıca ümidimiz. Çünki onların əldə etdiyi, təhsil uğrunda əldə etdikləri nailiyyət onların gələcəyə atacağı addımları bəlli eləyir. Uşaqlar, şagirdlərimiz başqa bir yerdə yarışa getmirlər, fən müsabiqəsinə gəlirlər. Neçə-neçə şagirdlərin, neçə-neçə savadlı, bilikli şagirdlərin arasından seçilib özünü isbat edirlər. Beynəlxalq mərhələyə gedib digər dünya ölkələri arasında özünü isbat eləməklə həm gələcək təhsil karyeraları üçün yol cızırlar və eyni zamanda özünü akademik yükünü qaldırırlar. Mən belə bir misal nümunə gətirərdim. Bizim bu hələ FISO-dan gələn şagirdlərimiz 2 nəfər, daha doğrusu bir dənə şagirdimiz orada dünya ikincisi adını qazanıb, 2 dənə ona tablet hədiyyə ediblər, bahalı markalardan, kifayət qədər yaxşı rəqəm eləyir Azərbaycanda əgər onu satsa. O, deməli, nə inib? Mən valideynlə söhbət eləyirəm, valideyn deyib ki, getdi onun birini dedi ki, gedirəm satmağa, özüm isə süni intellekt alacam bir dənə, ora pul ödəyəcəm, təzə proqramlar var, dil proqramları var, təzə kitablar var, onları o pulu çevirib onu alacam. Görün nə gözəldir. Sonra bir valideynimiz də deyib, mən buradan bütün şagirdlərimizi salamlayıram, o qaliblərə biz sizinlə fəxr eləyirik. Biri uşaq gələn kimi, tez oradan gələn kimi gedib özü üçün təzə məntiq kitabları alıb ki, orada biz ona demişdik ki, siz öz üzərinizdə iş çalışmalısınız və daha yaxşı uğurlar əldə eləməlisiniz. Və şagird özü üçün yeni-yeni kitablar alıb və özünü təhsilə adayır. Bu bir qayda olaraq, burada olan hər bir şey Azərbaycanlı şagirdlərin xeyrinə olan bir şeydir. Burada pis heç bir şey yoxdur. Məqsədimiz, məramımız Azərbaycanlılar şagirdləri dünyaya tanıtdırmaq, onları bütün dünya ilə tanış elətdirmək və lazım gəldiyi təqdirdə onların gələcək təhsil həyatına töhfə vermək və yardım olmaqdır. Təkcə Qlobal Olimpiya Sentrdən iş bitmir. Bütün dünya bu dəqiqə bundandır. Artıq universitetlər özü üçün beynəlxalq yarışmalar və olimpiadalar yaradılır. Və məqsəd və məram ən istedadlı balaları tapmaq, onlara kömək olmaqdır. Fərqlər var. Bu fərqləri sadəcə bilmək üçün qızıl xətlərə diqqət eləmək lazımdır. Bir də ki, müasir dövrdə Elvin bəy. Yəni ki, nə istəsəz, süni intellektə axtarış verib, axtarış bölməsinə vuranda hər şey isbatı ilə, subutu ilə, mənbəsi ilə çıxardır. Yəni, bu qədər müasir dövrümüzdə informasiya bol olduğu dönəmdə yaxşı-yaxşı informasiyalı olmağı və öz övladlarınızın gələcəyi üçün investisiya yatırmaqdan çəkinməməyə çağırırıq. Bilin ki, sonda siz qazanacaqsınız. Xəyal müəllim, təşəkkür edirəm ki, bugün mətbuat konfransı keçirdiniz, jurnalistlərin qarşısında çıxış elədiniz, münasibət bildirdiniz. Xüsusən də bizim verilişə İşgüzar Azərbaycana gəlib bütün valideynlərin oxşar suallarının hamısını mən sizə ünvanladım və siz də cavablandırdınız. Minnətdaram. Təşəkkür edirəm. İşgüzar Azərbaycan bugün öz işini bu müsahibəyə yekunlaşdırdı. Sabah yenidən görüşərik, vədimizə sadiq olaq.